Ekologiya və Təbii Sərvətlər Nazirliyindən kanalımıza bildirilib ki, aprelin 2-si Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 14-18 dərəcə isti olacaq. Naxçıvanda sabah yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə axşama doğru çiskin gözlənilir. Temperatur 13-15 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da aprelin 2-sində yağıntı gözlənilmir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacaq, şimşək çağacaq. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 8-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.